Salam dəyərli abituriyentlər, bugünkü mövzumuz nədir? Modal feillər. Yoldaşlar, bir dənə fikir verin diqqətlə. Mən ilk öncə qaydaya keçməmişdən qızıl qaydalar var. Onu deyim, sonra dərsə başlayaq. Yoldaşlar, modal feil nə deməkdir? Modal feil hərəkətə olan münasibət. Yəni bir modal feil var və burada nə var? Hərəkət. Deməli, bu modal feil bu hərəkətə münasibət bildirir. Bu o deməkdir ki, hərəkət hansı nitq hissəsidir? Feil. Yəni modal feildən sonra mütləq feil gəlməlidir. Gəlməsə nə olacaq? Heç bir şey. Tez səhv olacaq. Məsələn, deyək ki, I can, mən bacarıram. Nə bacarıram? I must, mən malı. Nə malı? Deməli, bir feil var, modal feillə birləşdirirəm. Oldu nə? Modal feil konstruksiyası. Qaydalara girişməzdən əvvəl bir dənə ön söz verim. Əsas və belə deyək də, ikinci dərəcəli modallar deyə, bunlar iki yerə bölünür. Əsas modal feil və onun əvəzləyicisi. Əsas modal feilin 3 dənə qaydası var. Sual inkar özündən düzəlir. Şəxsi kəmiyyətə zamana görə dəyişmir. Özündən sonra to gəlmir. İndi bu 3 dənə qayda ana qaydadırmı? Bəli. Neçə faiz? 90%. Niyə 100% deyil? Çünki bəzi əsas modal var ki, ondan sonra to gələcək. Bəzi əsas modal var ki, bunlar təbii ki, istisnadır. Bəzi modal var ki, özün bir dənə zamanda olsa axır dəyişmiş olacaq. Ona görə deyirəm ki, ana qayda 3 dənədir. Özündən sonra to gəlməz, şəxsi kəmiyyətə zamana görə dəyişməz və sual inkar özü ilə düzələcək. Başlayaq. İlk öncə modallarımızdan tanış olaq. Can, could, able, must, have to, may, might, ought to, should, need, dare. Yəni bizim testlərdə görəcəyimiz əsas məqamlar bunlardır. İlk öncə başlayaq modalın qaydası ilə. Modal feillə bir sıra ortaq xüsusiyyətlər var. Baxaq görək nədir o ortaq xüsusiyyətlər? Feillər şəxsi kəmiyyətə görə dəyişmirlər, yəni üçüncü şəxsin təkini S qəbul eləmir. Bu o deməkdir ki, modala S artırım, modala zaman göstəricisi artırım, will artırım, shall artırım, belə şeylər mümkün deyil. She, cans, belə şey yoxdur. Yəni bu candır. 6 şəxsin hamısında da modal olduğu kimi qalır. Yəni onu dəyişdirmək olmaz. Modal feillər sual və inkarı özü ilə düzəlir. Yəni we shouldn't tell a lie. Sual düzəltmək istəsən should'u önə atıram, mübtədanın önünə. Should we, should you olur nə? Sual. Modal feillərdən sonra gələn feillər zamana görə dəyişilmir. Bir mənalı şəkildə modal feildən sonra gələn feillərə toxunmaq qətiyyən olmaz. Sən bütün prosesləri, bütün məsələləri modal feillə icra edirsən. İstəyir sual olsun, istəyir inkar olsun, hamısı modala aiddir. Bu feilə toxunmuruq. Feil sadəcə orada bir məna bildirmək üçün var. Məsələn, speak bitdi. Ona toxuna bilmərəm. Məsələ bitmişdir. Sonra deyək ki, modal feillərdən sonra to'lu ya da to'suz məsələlər işlənir. Yoldaşlar, burada iki hissəyə bölübdür. Bu o deməkdir ki, to ilə işlənməyən modallar, bunlar əsas modallardır. Can'dir, must'dır, may'dir, should'dur. Bir də to'lu işlənənlər isə onların əvəzləyicisidir. Can əvəzləyicisi nədir? Be able to. Must'ın əvəzləyicisi nədir? Have to. Bir dənə bu hissədə istisna nədir? Ought to. Ought to əsas modal olsa da, main modal verbs olsa da, oradakı məsələ nədir? Ought-dan sonra to gəlməlidir. Bax, bu istisnadır. Bayaq sizə dedim, yəni 3 dənə qayda var, biri istisnadır. Bax, to işlənmir deyirəm, amma bir dənə orada parantez açıb deyirəm ki, ought-dan sonra to gəlməlidir. Gəlməsə səhvdir. Net. Sonra deyək ki, zamanla işlənmə baxımından modal feillər 3 qrupa bölünür. Hansı qruplara? Modal feillər şəxsi kəmiyyətə zamana görə dəyişmir. Söhbət əsas modallardan gedir. Nə bilim, must'dır, should'dur, ought-dur. Bunlar dəyişilmir. Need'in özü də. Amma burada bir istisna var. Əsas modallarda bir dənə istisnadır. Nədir o? Biri can'dir, biri may'dir. Bunlar cəmi cümlətən bircə dənə zamana görə dəyişir. Past simple tense form. Yəni, keçmiş sadə zaman. Can olur could, may olur nə? Might. Can olur could, may olur might. Yəni, bunlardakı qısa bir məqam budur, zamanla bağlı. Sonra dedik ki, bir sıra zamanlarda işlənə bilənlər. Təbii ki də bunlar nədir? Əvəzləyici. Have to nədir? Must'ın əvəzləyicisi. Be able to nədir? Can'ın əvəzləyicisi. Be able to bütün zamanlarda dəyişir. Problem yoxdur. Yəni, be feilini dəyişdirirəm zamanlara görə, bitdi. Have to dəyişir, bəli, problem yoxdur. Have-i dəyişirəm zamanlara görə, məsələ bitmişdir. Yəni, burada qlobal bir məsələ yoxdur. İndi isə vaxt itirmədən qısa-qısa digər modallar barədə məlumat verək.
Must xüsusiyyətləri vaciblik, zəruriyyət bildirir. Yəni bu 100% eləməlisən. Malı məli deməkdir. Ana qayda 1 to tələb etmir. 2 sual inkar özündən düzəlir. You must write sualda must you, inkarda not. İstəsən must not da deyə bilərəm. İstəsən birləşdirib mustn't da deyə bilərəm. Yəni qısa inkar formasında. Yalnız indiki zamanda işlənir. Yəni bu o deməkdir ki, must-da s artıra bilməzsən, will artıra bilməzsən, ed artıra bilməzsən. Bu kimi şeylər qətiyyən olmaz. Sonra sinonimi have to-dur, yəni əvəzləyicisi. Must əvəzləyicisi have to. Deməli, we must respect children, mustn't, must children. Yəni sualı, inkarı, nəqli forması. Sonra gəldim should məsələsinə. Should gərək ki deməkdir. Should-la ought to eyni şeydir. Should, ought to eyni şeydir. Aralarındakı fərq nədir? Getdik. Məsləhət tövsiyə bildirir, to tələb etmir. Birinci ana qayda, yalnız indiki zamanda işlənir. Yəni şəxsi kəmiyyətə zamana görə dəyişmir. İkinci ana qayda, sual inkarı özü ilə düzəlir. Üçüncü ana qayda. Bitdi. Sinonimi ought to-dur. Bir dənə buradakı fərq, ought-dan sonra to gəlməlidir, mütləqdir. Amma belə mənaları, qaydaları zaten hamısı eynidir. Fərqli bir məqam yoxdur. Aha. Deməli, eyni şeylərdir. Məsləhət tövsiyə bildirir, to gəlmir, indiki zamanda olur, sual inkar özü ilə düzəlir, sinonimi should modal feilidir. Bir dənə burada problem nədir? Məsələn, görürsünüz, sadədir, düzdürmü? Bəzən deyirlər ki, bu qədər xırdalayırsınız. Yəni, yoldaşlar, xırdalamamın səbəbi bunu siz də oxuyursunuz, mən də oxuyuram. Amma kitabdır, testi, bunlar peşəmdən dolayı məndən danışırlar. Bir qalan sirrindəki kimi. Deməli, nədir oradakı məqam? Bax, burada deyir ki, bir dənə mənə bax. Bax, bu cümlə yazır da, düzdürmü? Bu nə çətinlik var ki burada? Amma problem ondadır ki, ought-un nəqlisini görürəm, rahatdır. Okey, əla. Ought to, ought not to, so. Amma problem bilirsiniz nədir? Bunu suala çevirəndə, yoldaşlar, bu to-nu buradan atırlar və biz onun fərqinə varmırıq. Bugündən sonra varacağıq ki, ought-un bir dənə testlərdə özəlliyi, gözəlliyi budur. Sual cümləsində ought they to. Gördümsə düzdür, görmədimsə səhvdir, qısa konkret. Bu qədər sadə. Yəni ought-a dair deyəcəyim bütün məqamlar bunlardır. Qeyd. Gəldik, baxaq görə burada nə dedik ki, sual cümlələrində ought mübtədanın əvvəlinə keçir və to isə yerində qalır. Bəlkə də siz buna belə deyək, hamı oxuyur. Mən də oxudum. Siz də oxudunuz. Bu qədər sadə. Amma fokuslanın, bu konkret sizin mənə verdiyiniz küllü miqdarda olan suallar içərisindədir. Gəldim M-yə. M güman, şübhə, proqnoz bildirir. Getdik, ana qayda to tələb etmir. Sual inkar özü ilə düzəlir. Və üçüncü ana qaydada biraz neyinirəm? İstisnasına baxıram. Deyir ki, bir dənə keçmiş sadəsi var. Might. İndiki zamanda may, keçmiş zamanda might deməkdir. Sinonimləri maybe, probably, perhaps bunlardan istifadə edə bilərik. Fərqli bir məqamı yoxdur. Aha. Bayaqki saydıqlarımızdan da güman, ehtimal, icazə də bildirir. Yəni bu kimi istifadə edə bilirik. İndi gəldik nəyə? Can modal feilinə. Bacarmaq, bilməyə, həm əqli, həm fiziki. Bəzən can modal feilinin M-yə bir mənada, yəni ehtimal mənasında sinonimliyi var, yoldaşlar. Deməli, burada nədir? Bacarıq, qabiliyyət, mümkünlük, icazə və xahiş bildirir. Gələ bilərəmmi? Deməli, özündən sonra to tələb etmir 1. Ondan sonra deyir ki, sual inkarı özü ilə düzəlir 2. Söhbət ana qaydalardan gedir. Üçüncü qaydada bir dənə parantez açıram. Necə ki, biz dedik ki, bir dənə may olur might, past simple tense formda, can da olur could. May, might, can, could. Yəni, bura fokuslanırıq, məsələ bitmişdir. Deməli, bunun əvəzləyicisi nədir? To be able to. Yoldaşlar, to be able to'dan danışan, aşağıda var, ayrıca danışarıq. Deyir ki, xahiş bildirən cümlələrdə could modal feili can'in keçmişi deyil, daha nəzakətli bildirir. Yəni, bu cümlədə onu demək istəyir ki, yoldaşlar, can could'un keçmişidir. Bunu bildik. Amma bir dənə düstur var ki, əslində mən bu could you pass var ha. Mən bunu hardansa eşitmişəm. Siz hardan eşitmişəm? Əvəzlik dərsin keçəndə. Baxın ha, əlaqəyə baxın. Əvəzlik dərsin keçəndə, samın istisnasını izah edəndə. Biz dedik ki, samın ana qaydası nə idi? Təsdiq cümlələrdə olması. Amma
İstisna olaraq sam inkarda və sualda işlənə bilir. Sualda işləmə məqamı budur. Nəzakət xatirinə bir şey təklif etdikdə və ya istədikdə, onlar nə düsturudur? Can I have, could I have, bir də would you like? Bunlar sual olsa da orada sam işlənməlidir. Və mən bunu orada eşitmişdim və demişdim ki, yoldaşlar, diqqətli olun, ehtiyatlı olun. Bəli, could can-in keçmişidir, amma sual konstruksiyasında nəzakət xatirinə bir şey istəyəndə və verəndə bu ifadədir və bu indiki zamanda qəbul olunur. Can də deyə bilərəm, problem yoxdur, could da deyə bilərəm. Yəni, buradakı məsələ odur ki, buradakı could indikiliyi bildirir. Aydındır. Bir dənə baba bu düsturda. Şu, bitdi. Bayaq dediyimiz məqam dedi ki, kəlməyə mümkün icazə mənasında bir halda sinonim ola bilir, yoldaşlar. Birisi də sualımızın biri sinonimdir. İndi orada sözlərlə yazır. Yəni, belə də yaza bilər. Deyək ki, kənə sinonim seç. Biz indi fokuslanırıq ki, be able to axtara, amma baxırıq ki, orada may var imiş. Yəni, götürə bilərik. Aydındır. Sadə görsənsə də çox önəmli diqqət verəcəyimiz bir məqamdır. Gəldik be able to-ya. Yoldaşlar, artıq bu əvəzləyicidir. Bacarmaq bilmək deməkdir. Özündən sonra to tələb edir. Zaten burada var. Sinonimi kəndir. Bir sıra zamanlarda işlənir. Sual inkar özü ilə düzəlir. Mən burada nəyə fokuslamaq istəyirəm sizə? Yoldaşlar, to be able to-da birinci be-yə fikir verin, ikinci to-ya fikir verin. Be-yə fikir verin nə deməkdir? Be able to hansı zamanda işlətmək istəyirik? Məsələn, present simple tense form. Be feili indiki sadə zamanda nə olur? Am, is, are. Am, is, are. Am able to, is able to, are able to. Yəni orada be-ni atmamışıq. Be zamanlara görə dəyişib. Olub am, is, are. Keçmişdə olacaq was, were able to, was able to, were able to. Gələcək zamanda necə olacaq? Will be able to. Yəni bu formada davam edə bilərəm. İstəyirsən bitmişləri qoy, nə qoyursan qoy. Be-ni orada atma. Niyə bunu belə vurğulayıram? Çünki testlərdə yazır. Will able to böyük problemdir. Be hanı? Hara getdi be? Deməli onu yazmalısınız. Aydındır. Və yaxud da yazır ki, is be able to. Is be nədir? Belə şey mi olar? Yəni yoxdur təbii ki. Sonra gəldim ikinci hissə nədir? To-ya fikir ver. Yazır ki, you are able right. To hanı? Yanlışdır. Deməli, be-ni orada düzgün təsrifləndir zamana görə. To-nu orada yemə, atma, saxla orada qalsın. Aydındır. İkisinə də fikir ver ki, orada olsun. Net. Xüsusiyyətlərini saydıq, davam edirik. Bayaq dediyimiz məsələ çox da vaxt itirmirik. İstəyirsiniz bu formada eləyim. Bunu buradan silək, rahat görəsiniz. Bax, zaman təsvirlənməsi budur. Videonu istəyirsiniz saxlayın. Bir kayd götürün. Bayaqki danışdıqlarımızda çox vaxt itirmək istəmirəm. Məsələn, were, was, am, is, are, shall, will bu formada davam edir. Bitmişləri də dəyişməyin. Bir dənə yadda saxlamaq görür. Yadımda saxlayaq görək nədir o? Deyir, to be able to gələcək zamanda be olmadan işlədilmir. Biz zaten bunu bilirdik və orada vurguladığım məsələ. Will able yoxdur. Will be able to var. Əla, möhtəşəm. Have to modal feili must-ın əvəzləyicisidir. Vaciblik zərurət bildirir. Özündən sonra to tələb edir. To gəlməsə səhvdir. Sinonimi must, have got to-dur. Sual inkarı, gəldim. Sual inkarı dayandım. Yeganə modal feildir ki, sual inkarı özündən düzəlmir. Və bu bizim ayağımıza dolanan məsələdir. Have to-nun sual inkarı özündən düzəlmir, yoldaşlar. Have not to deyilən şey yoxdur. Aydındır. Testlərin demək olar ki, gözümüz yara eləyib dayan bu have to. Modal feili have ilə to ayrıla bilməz. Have ilə to-nun arasına nöqtə dahi girə bilməz. Have to yan-yana. Bu oldu modal. Have ilə to-nu ayırsam, harasa aparsam, o artıq modal deyil. O başqa bir konstruksiyadır. Birləşmə ola bilər, zaman ola bilər. Yəni, başqa bir şeydir. Modal deyil. Have ilə to yan-yanadırsa, sual inkar özündən düzəlir. Bəs nə ilə düzəlir? Do, does, didlə, yəni köməkçi feillə düzəlir. Köməkçi feillə. Məsələn, she has to write. Sualda does, bax, does, has demirəm amma have deyirəm. Niyə? Çünki hasdəki s getdi do'ya, do oldu does. Does she, does Leyla,
does Ali have? Ən böyük səhvlərdən biridir. Does have. Düzdür. Did have. Məsələ bitdi. Bu qədər sadə. Zamana görə dəyişməklərini veribdir. Fərqli bir məqam yoxdur. İstəyir gələcəyi, keçmişi, bitmişi, hər şey yəni normal. Bir dənə bitmişdən fikir verin. Biraz adama nə qəribə gəlir? Have. Has had. Yoldaşlar bu sadə bir şeydir də. Bitmişin düsturu have past bultu deyil. Bu have'dir, bu da past bultudur. Modal fiili gətirdim qoydum past bultda nə oldu? Have to modal fiili oldu had to. Have had to, has had to. Keçmiş bitmişdə. Had to. Keçmiş bitmişin modalı. İndiki bitmişlərin modalları. Yəni fərqli bir şey yox. Bir dənə bu hissə diqqətlə fikir verin. Had üstə gəl past bultu, has üstə gəl past bultu, have üstə gəl past bultu. Yəni fərqli bir şey yox. Aha, bizə nə deyir? Bir modal fiil kimi have və to arasına söz girə bilməz. Bayaq vurğuladığımız məsələ. Pafosla. Aha. Başı bəlalı nidimiz. Niyə başı bəlalı dedim yoldaşlar? Birinci növbədə əgər nidəsən, belə desən ki, ayda nid, məsələ bitdi. Sən onu heç vaxt düz yazmayacaqsan. Amma nidin qəşəng yolu var. Daha doğrusu iki yolu var. Sən hansı rahatsa onu yaza bilərsən. Nid ehtiyac olmaq gərək ki deməkdir. Modal fiil kimi də var. Adi bir sadə fiil kimi də var. Birinci yol budur ki, qardaş, al qarşındadır, əzbərlə. Nəzəri yolla. Tuzsuz işlənir, modal kimi. Tuzsuz işlənir. Sual inkarı özü ilə düzəlir. Ondan sonra şəxsi kəmiyyətə zamana görə dəyişmir. Nid əsas feil olarsa, özündən sonra to gəlir. Sual inkarı özü ilə düzəlmir. Köməkçi feil ilə düzəlir. Zamanla şəxsi kəmiyyətə görə dəyişir. Sonra niddən sonra hər şey gələ bilər. İndi nidin birinci yolu budur. Nəzəri əzbərləmə. Bəs ikinci yol nədir? İkinci yolu deyəcəm. Ən sonda boş bir hissədə yazacağım sizin üçün. Deyir, cürəti olmaq, cürəti çatmaq, cəsarət etmək deməkdir. Həm əsas feildir, həm modal feildir. İşlənmə qaydası nidlə eynidir. Yəni, nidi necə bilirsənsə, deyir də elənsin, qoy yerinə geçsin. Əsas feil, məsələn, modal olsa necə olacaq? Özündən sonra to gəlməyəcək, şəxsi kəmiyyətə zamana görə dəyişməyəcək, sual inkar özü ilə düzələcək. Bu qədər sadə. Deyir ki, ey yoldaşlar, bat tipli cümlələrdə tərəflər biz dedik ki, nə olmalıdır? Əks olmalıdır. Əks. Düzdürmü? Okey, əla. Məsələn, gətirib burada nə verib? Bax, görsən, couldn't inkar. Mən də burada nə vermişim? Could. Bayaq demişdim ki, mən dərsə birinci başlayan kimi, bismillah edən kimi dedim ki, modal feildən sonra mütləq feil olmalıdır. Niyə? Çünki hərəkət olan münasibət. Amma yoldaşlar, ingilislərin belə deyək də, ilk dərsimiz isimdən bəri deyə gəlirik ki, ingilislərin ən böyük bəlası nədir? Bəla deyil əslində olan seçdiyi bir yöntəmdir. Əgər orada bir söz, məfhum, məlumdursa, təkrara yol vermir. Adam təkrarçılıq etmir. Zaten biri ki, burada soldan gedir də məsələ. Yəni, burada koddan sonra atır. Biri ki, Jane-də də eyni məsələdir, bizdə də eyni məsələdir. Yəni, qoymur, atır. Və bunda problem deyil. Şagird bunu buradan seçir. Could var, could verim. Problem siz haradadır? Bax, bu ikinci cümlə can alıcı məqamdır. Nədir o can alıcı məqam? Bunu vermir. Bunu verir. Deyir, tap görüm orada nə işlənəcək. Yoldaşlar, hansı modal feildir ki, sual inkarı didlə düzələcək? Bir dənə. Have to. Bitdi. Bu sizə adi bir nümunə kimi gələcəkdir. Amma mən onu sizə xüsusiləşdirdim. Verdiyiniz suallar içərisindədir. Şah suallardan. Biz tapa bilmirik, müəllim, neyniyək? Yəni, yöntəmi var, yəni neyniyəcəksiniz? Did, hansı modal feili ki, sual inkarı didlə düzəlir? Have to modal feili. Daha doğrusu, had to'dur. Sadəcə did gəldiyinə görə orada keçmişliyi silirik. Didn't have to olur. Sonra, bir də bunu silək. Yəni, burada vurğuladığım, pafos vurduğum məsələlər hərəsi bir imtahan sualıdır. Net. Gəldim. Əgər have-dən sonra birləşmə to'lu və niddən sonra to'suz feil gələrsə, bu zaman onlar modal feildir. Məsələn, have to var. Bu deməkdir ki, qardaş, yəni, have-dən sonra to gördüyümsə bitdi. Bu modaldır. Yəni, məsələ bitmişdir. Have-dən sonra adi bir feil gördün, bitdi. Bu modal feildir. Amma sən has-dən sonra görmürsənsə, to yoxdursa, bu modal deyil.
Bitdi. Need-dən sonra to varsa, bu modal deyil, bu səhvdir. Aha, əlavələrimiz nədir? Modal feili aid olan testlərdə zaman uzlaşmasına fikir verməliyik. Nə deyir? Deyir ki, məsələn, zaman uzlaşması bu cümlə keçmişdədirsə, o cümlə də keçmişdə olmalıdır. Məsələn, burada yazıb ki, was, mən gətirib burada must yaza bilmərəm. Çünki must'ın keçmişi yoxdur axı. Was, must yaza bilmərəm. Nə yazmalıyam? Must'ın əvəzlə, məcburən ha, must'ın əvəzləyicisi had to yazmalıyam. Məsələn, testi yazdım, 5 dənə variantdır. 3'ünü atdım. Yerdə bir dənə qalıb must, bir dənə qalıb had to. Nə yazım? Had to. Niyə? Çünki bu was'dur. Bu keçmişdir. Keçmişə keçmiş yaza bilmərəm. Burada must verə bilmərəm. Ona görə had to verməliyəm. Bu qədər sadə. But tipli cümlələrdə nə etməlisən? Tərəflərin təsdiq inkar verməlisən. Didn't, hansı modal, bayaq dediyim, hansı modal feildir ki, sual inkar did-lə düzəlir. Had to. Bitdi. Doesn't eyni şeyə də aiddir. Does və yaxud da ki, doesn't. Have to olmalı. Bu qədər sadə. Deyir, modal feillərdə qısa cavablara fikir verməliyəm. Hansı modal feildir ki, sual inkar did-lə düzəlir? Had to. Does-la düzəlir? Has to. Bitdi. Hə, sizə söz vermişdim ki, need-lə bağlı digər məqam deyəcəm. Yoldaşlar, əvəzləmə üsulu deyilən bir metod var. Əslində bu məntiq mövzularında mövcuddur, əvəzləmə. Deməli, məsələ nədir? Ya mən nəzəri yolla əzbərləməliyəm, bu heç. Bu sizin öz yöntəminizdir. Bəzi şagirdlər deyir ki, mən yaxşı əzbərləyirəm, mənim ağlımda qaldı. Deyirəm, problem deyil, okey. Kim ki əzbərləyə bilmir, need-i qarışdırırsa, nə edəcək? Məsələn, cümlədə yazıb ki, needn't to write. Deməli, yoldaşlar, yazıb ki, needn't to write. Mən harada need görürəmsə, beynimdə 2 dənə ox qoyuram. Niyə 2 dənə ox? Çünki need həm əsas feildir, həm modal feildir. Düzdürmü? Həm əsas, həm modal. Yoldaşlar, 2 dənə ox qoydum. 2 dənə ox qoyuram və yazıram. Bir dəfə modal nümunə kimi yazıram, bir dəfə də əsas feil kimi. Deməli, ən sadə primitiv bir dənə modal beynimdə götürürəm. Ən sadə primitiv modal. Can. Nə artırıb? İnkar. Mən də bunu artırıram. Ən sadə bir dənə nə? Feil. Go. Nə artırdım? İnkar. İndi yoldaşlar, baxın. Bir də niyə görə can go yazdım? Çünki need həm modal feil kimi olur, həm əsas feil kimi. İndi mənə maraqlıdır ki, qısa yöntəmdə mən onu necə tutum ki, bu əsas yoxsa modal. Cannot düzdür, yoxsa go not? Təbii ki, cannot. Go not deyilən şey yoxdur. Deməli, can düz oldu. Can nədir? Əsas modal. Modal. Deməli, buradakı need nəymiş? Modal. Bitdi. Bu qədər sadə. Yaxşı, gəlin digər bir nümunəyə baxaq. Əslində, çox sadə, praktik və burada çaşma ehtimalım sıfıra yox, mənfiyə bərabər. Məsələn, yazır ki, don't need to write. Kefin istəyirdilə ki, mənim birbaşa, burada to var və yaxud da ki, sual inkarı özü ilə düzəlməyib, bu əsas feildir. Amma bəzi uşaqlar var da, ola bilər ki, ani bir beyin donur. Bir dəfə yerinə can qoydum, bir dəfə yerinə go yazdım. Don't can düzdür, yoxsa don't go? Təbii ki də don't go düzdür, deməli bu səhvdir. Go burada nədir? Əsas feil. Deməli, need burada nəymiş? Əsas feil. Deyərsiniz ki, müəllim, burada nə var ya, bunu niyə belə deyirsiniz ki bizə? Yaxşı, gəlin sizə bir dənə nümunə yazım. Onu da görəcəm sizi. Bir dakika. Yazın. Needn't to go. Nədir bu? Belə demək rahatındır. Bəlkə də orada deyirsən, mən burada nə var ki, sadədir. Onu imtihanda görəcəm. Needn't to write. Oxu qoydum. Bir dəfə can not yazdım. Bir dəfə go not yazdım. Okey. Deyir ki, choose the correct variant. Choose the correct variant. Need, go not düzdür, can not. Təbii ki də can not. Şu, əla. Mən nə yazım? Modal, xeyr. Niyə? Çünki can'dan sonra to gəlməz. Ha, bu yerli dibli səhv imiş. Baxın, söhbət bundadır. Yəni, yerli dibli səhvdir. Bu burada hal-hazırda modaldır. Modaldan sonra da to gəlməz. Ona görə bu cümlə tamamilə yanlışdır. Bu qədər bəsit, bu qədər sadə.
Need ilə bağlı ikinci bəlaya gəlirəm. Nədir o ikinci bir bəla? Yoldaşlar, yazır ki, need to, bir dəqiqə, burada biraz səliqəsiz yazdım. To write. Şərt. Əgər şərtdə desə ki, choose the correct modal verb, bu səhvdir. Bu modal verb deyil. Amma desə ki, choose the correct variant, bu düzdür. Və əksər deməyim də, yəni 90% şagirdlər deyir ki, mən bu səhvdir. Baxır şərtə. Şərtdə modal desə, bəli, səhvdir. Needdən sonra to gəlməz, modaldan sonra to gəlməz. Amma adi bir yəni variant deyirsə, qardaş düzdür də, you needn't to write, sən yazmağa ehtiyacın var. Düzdür də, yəni bu əsas feil kimi düzdür də, yəni burada nə var ki, şərt önəmlidir, şərtə fikir verin. Yoldaşlar, videomuzu bəyənməyə, paylaşmağı unutmuruq ki, digər yoldaşlarımıza nəsiblənsin. Hər kəsə uğurlar.